Ölsən Bağışla filmi, faciəli və real sevgi hekayəsi. Davadan sonra da gözlədim. Hamı qayıtdı gəldi. Sağlamı da, şikəsti də bir səndən savayı. Adamı nə qədər gözləyərlər. Buraxmadılar məni. 1989-cu ildə çəkilən filmin rejissoru Rasim Ocağovdur. Bəstəkarı isə Emin Sabitoğludur. Yusif roluna Fərman Abdullayev çəkilməli idi. Lakin Rasim Ocağov Fəxrəddin Manafovu çəkməkdə israr edir. Qatar saat 10-da çıxır. Gözləyəcəm səni 9-cu vaqonun qabağında. Özündən heç nə götürmə. Nə lazımdır, orada alarıq. Film real hadisələrə əsasən çəkilib. Kinoda Xram Vozduxa restoranı, müharibə və sonrakı dövrdə Kislovodskda yerləşirmiş. Yusifin almaq istədiyi ev real evdir. Sondakı səhnə elə Kislovodskda olan evin qarşısında çəkilib. Qalan səhnələrin hamısı Bakıda və kinostudiyanın pavilyonunda çəkilib. Filmdəki pullar isə mətbəədə çap olunmuş saxta pullar olur. Bütün müharibəni o çörəyi daşımışıq biz deyib dolaşan yox idi. Cəddin sənə qənim olsun, cəmaat acından ölürdü, sən real ver eləyirdin. Çörəyi kimə satırdım? Adamlara satırdım. Kilo 300 manata. Kimin pulu var alırdı, kiminki yoxdu almırdı. Sənin kimi silahlar alırdı. Pavilyon və qatar səhnələri o qədər təbii olur ki, Moskvada kino işçiləri heyrətlənir. Yusifin Yuliya pəncərədən baxdığı səhnədə süni yağdırılan yağış aktyorun üzündə göz yaşı effekti yaradıb. Filmdəki küçə davası içəri şəhərdə çəkilib. Gülzar Qurbanova belə deyib: "Filmdən sonra kişilərin qınağından bezmişdim. Tapancanı Yusifdən aldığım üçün tənqid olunurdum." 1991-ci ildə Azərbaycan filmlərinin festival müsabiqəsində Kinolent ən yaxşı bədii film seçilib. 1992-ci ildə Türkmənistanda İpək Yolu festivalında Gülzar Qurbanova və Fəxrəddin Manapov Grand Prix mükafatına layiq görülüblər. Heç bilmirəm sənin nəyə bağlanmışam. Gözəlliyin yox, savadın yox. Özündə xuliqan.